Salam 6-cı siniflər, mən Paşayeva Aytəkin yenidən sizinləyəm. Namazov çalışmalar kitabından çevrənin uzunluğu bölməsinə aid sualların səhifə 183-cü səhifədəki çalışmaların izahını verəcəyəm. Baxırıq 15-ci suala. Dostlar, izaha keçməmişdən qabaq sizdən xahiş edirəm, YouTube kanalımızı bəyənib abunə olun ki, daha çox mənə faydalı olasınız. Mən də sizə daha çox faydalı olmağa çalışım. Baxıram kanalımızdan faydalanırlar, amma abunə olmurlar. Yəni sizdən gedən bir şey yoxdur. Sadəcə mənə dəstək olmuş olursunuz və mənim izahlarımdan da xəbərdar olub faydalanmış olursunuz. Bu qədər dostlar. Başlayaq izahımıza. Şəkildə O mərkəzli iki çevrə verilmişdir. OM-in uzunluğu 3'dür, yəni radius 3'dür. Bizdən nə istəyir? Rəngli şəklin perimetrini istəyir bizdən. Rəngli şəklin perimetrini bizdən istəyir. M'in hansıdır? M'in də baxın buradır. M'in ölçüsü 5'dir. Gəlin baxaq. Deməli bizdən deyir ki, rəngli şəklin perimetrini tapın. Birinci çevrənin, yəni uzunluğu L bərabərdir 2πr. P'ni də 3 verir. 2 vur 3. R'miz də 3'dür. Bu oldu 18. Bu L1. L2'ni baxaq. L2'yə baxaq. Bu L2'ni tapmaq üçün bunun radiusu 8'dir. 3 üstə gəl 5 bərabər 8. Bunda 2 pi vur R'miz də 8'dir. 2 vur pi'miz 3'dür. R'miz də 8'dir. Bu olur 6. 6 ilə 8'ə 48. Rəngli şəklin perimetrini tapın deyəndə 18 üstə gəl 48. Bu da bizə verir 66 almış oluruq. Davam edirik 16-cı sualdan. Deməli AC'nin uzunluğu 5'dir. BD'nin daha doğrusu AC radius 5'dir. BD də 2 olarsa rəngli şəklin perimetrini tapın. Gəlin baxaq, görək nə edərik. Maraqlı sualdır. Perimetrini istəyir bizdən. Çox qəşəng. Mən ilk öncə buradan buranın uzunluğunu tapmağım üçün yarım çevrə kimi baxaram. Bütöv çevrənin uzunluğu 2πr'dirsə, yarım çevrənin uzunluğu yarım çevrə πr olmuş olur. R'miz 5'dir. 3,114 verir p'ni. R'in yerinə 5 yazanda 5'i 4'ə 20, 5'i 1'ə 7, 5 3'ə 15,7. Sıfırı silirəm. Bu yarım çevrədir. Yarım çevrə 1. Yarım çevrə ikinciyə baxaq. Onda da ikincidə də πr olar. R'miz 2'dir. 2 vurulsun 3,14. Bu da 6,28. İndi baxın, bir buralarda var axı 10. Burada 4. 14. 14 üstə gəl 15,7, 6,28. Bunlar da toplanmış olacaq. Gəlin hesablayaq. Deməli burada aldıq 35,98 almış olduq rəngli fiqurun uzunluğu, perimetri. 17-ci sualdan davam edək dostlar. Şəkildə O1, O2 çevrələrinin radiusları bir-birinə bərabərdir. Düzbucaqlının perimetri 120 olarsa, çevrələrdən birinin uzunluğunu tapın. Bunun perimetri 120-dirsə, buradan bura 2r'dir. 2r'dir. Buradan bura baxın 2r 4'dir. 2r 4'dir. Deməli 4r buradadırsa 2 vurulsun 4r üstə gəl 2 vurulsun 2r bərabərdir 120'yə. Bu 8r üstə gəl 4r bərabərdir 120'yə. 12r bərabərdir 120. R də bərabərdir 10. Deməli o R 10 oldu. Onda çevrənin birinin uzunluğu 2πr düsturu ilə tapıldığına görə 2π 3,114. R'miz də 10'dur. Bu olur 6,28 vur 10. O da bərabərdir 62,8. Bu şəkildə almış oluruq. 18-ci sualla davam edək dostlar. Deməli p'ni 3 verir. Çox gözəl. P'ni 3 verəndə çox sevirəm. 3,114 verəndə heç sevmirəm. Deməli buradan bir 2r, 4r, 6r. Bura oldu 6r. Deməli kvadratın perimetrini tapın. Nə deyir?
Bir çevrənin uzunluğu 24'dür. Bu kvadratın tərəfi 6r. Onda mən 2 pi r bərabərdir 24 yaza bilərəm. 2 vur 3 vur r bərabərdir 24. Pi'nin yerinə 3 yazdım çünki burada 3 verir. 6r bərabərdir 24'ə. R bərabərdir 4'ə. R 4'dürsə uşaqlar, onda kvadratın perin bir tərəfi nə olar? 6r-dirsə AB 6 vur 4, o da bərabərdir 24. Onda perimetri nə olar? 4 vur 24, o da bərabərdir 96. Bu şəkildə almış oluruq. 18. Bu 18. İzahı budur uşaqlar. 18-dən 2 dənədir. İndi keçək bu 18-ə, növbəti 18-ə. Bunu 19 yazaq, bunu da 20 yazaq da belə deyək. Yəni baxın, bu çalışmanın izahına keçirəm. Buradan izah eləyirəm. Deməli AC DB 3'dür. Buradan bura 3, buradan bura 3. CD neçədir? 8'dir. CD 8 isə 4 olur buralar. Bizdən nə istəyir? Rəngli şəklin nəyini istəyir bizdən? Rəngli şəklin perimetrini bizdən istəyir. İlk öncə çevrəsi bu olan yarım çevrənin nəyini tapıram? Uzunluğunu. Gəlin tapaq. Necə eləyəcəm? Bizdən rəngli şəkil istəyir. Yarım çevrənin ümumi bütöv çevrə 2 pi r'dir. Yarım çevrə olanda pi r olur. O zaman pi 3,14'dür. Radiusumuz 4 idi. 4 pi. Pi'miz də 3,14'dür. 4'ü 4'ə 16, 4'ü 1'ə 4, 5. 4'ü 3'ə 12. 12 tam 56 oldu bu. Bəli, 12 tam 56 oldu. Bu yarım çevrə birincisi idi. Yarım çevrə 1. İndi böyüyünkünü tapıram. Böyüyün də radiusu 4 ilə 3 tapılanda 7 olur. O da yarımı nə olur? Pi r. R'imiz də 7'dir. 3,14'ü vur 7'yə. Gəlin vuraq. (21,98). Bir də burada 3 var. Bir də bu 3'ləri toplasaq 6. Bunları da toplayıram. 12,56. 21,98. Bir buradan bura 3. Bir də buradan bura 3. Rənglərin sayəsini deməli perimetrini tapmaq üçün. Bunları toplasaq 12,56 üstəgəl 6. Bu da olur 40,54. Bu şəkildə almış oluruq uşaqlar. İndi keçək bu 19'un sualın izahına. Deməli, burada bu sualın izahında, baxın bu 20 dediyim, 19 dediyim sualın izahında AD, ABC düzbucaqlıdır. Diametrlər AD və CD olan iki yarım çevrə. AD'nin uzunluğu 16'dırsa bu yarım çevrənin radiusu 8,8'dir. CD 10'dursa bunun radiusu 5,5'dir. Və rəngli fiqurun perimetrini bizdən istəyir. Bura 10'dur, burada 16'dır. Mən buranın buranın uzunluğunu toplasam nə olar? Bizə nə vermiş olur? 26. Bu qalsın yaddaşımızda. 26. Sonra üzərinə gəl bu 16. Sonra üzərinə gəl bu 10. Bunları yazdıq. İndi bizə qalır yarım çevrələrin qıraqları. Yarım çevrə 1. Bayaq dedik ki, yarım çevrə pi d düsturundan hesablanır. Niyə görə? 2 pi r'dir. Yarısı da pi d olur 2'yə böləndə. Pi'miz 3,10 pi d demək pi r. Pi'miz 3,14'dür. R'miz də 8 götürsək 3,14'ü 8'ə vuraq 25,12. İndi o birisi yarım çevrəyə baxaq. Pi r. Pi 3,14'dür vur 5'ə. Bu da bərabərdir 15,7. Bunları da toplayaq. 25,12 üstəgəl 15,7. Baxaq, uşaqlar, hesab səhvi eləyə bilərəm. Sizə əsas məqsədim odur ki, yolunu başa salmaqdır.
Hesab səhvi ola bilər. Yorum bölməsində nəzakətli bir formada fikrinizi bildirə bilərsiniz. Mənim üçün də xoş ola bilər. Yəni gecənin bu vaxtıdır. Səhv eləmə ehtimalım çoxdur. Ona görə xoş görün. Bu qədər, yəni izah eləməyə çalışıram maksimum dərəcədə. Siz də xoşgörü ilə qarşılayın. Deməli, bunları toplayaq. 15,7 ilə 25,12 və 26. Deməli, bu bizə verdi 92,82. Bu şəkildə cavab 92,82 almış oldum. Ola bilər cavablar arxada sizi çaşdırsın. Uşaqlar, burada 18-dən 2 dənədir. Düzgün nömrələnməyib, ola bilsin. Nəysə, orada qarışıqlıq ola bilər. Yəni, ona fikir verməyin. Əsas məsələnin həll yoludur. Bu qədər uşaqlar, sağ olun, növbəti görüşlərdə görüşmək üzrə. Dostlar, kanalımızı bəyənib abunə olun ki, daha çox izahlardan xəbəriniz olsun və mənə də dəstək olasınız. Sağ olun.